Hoş gördük dostlar sizi. Günləri Çempionlar Liqasının ikinci turu Galatasaray Liverpool oyundayıq. İnşallah yaxşı bir oyun olar. Galatasaraydan qələbə gözləyirik. Öz yerində Galatasaray yaxşı oynayır güclü klublara qarşı. İnşallah yaxşı bir maraqlı oyun olar. Galatasaray Liverpool oyunda qələbə qazanar. Birinci oyunda yaxşı başlamamışdı. Frankfurt qarşısında 5-1 məğlub olmuşdu. İnşallah bu oyundan necə bir komanda klub olduğunu inşallah göstərər. Yaxşı Galatasaray yaxşı heyəti var. Liverpool gəlir oyun başlayıb. Biraz gec girmişik biz videoya. Qoyma qəşəng. Maraqlı bir oyunda inşallah Galatasaray qələbəsindən bitər bu oyun. Keçək biz də oyunda öz fikirlərimizi, şərhlərimizi bildirərik. Osimhen hücumdadır bu arada. Osimhen neçə oyun sonra ilk heyətdədir. Sane yoxdur, Sane Zamendadır. Yəni ki, ikinci hissədə Sane'dən istifadə edər Okan Buruk. İnşallah yaxşı heyət çıxardırdı. İnşallah fikirləşib nəsə. Yəqin ki, bir şey bilir Okan Buruk. Elə düşünürəm. Yaxşı olar. Frankfurt kimi olmaz bu oyun. Qoldan sonra düşməzlər həvəsdən. Yaxşı oyun oynayarlar. Qələbə olmasa da bir bərabərlik olar Liverpool kimi. Özü bu il Liverpool daha da güclüdür Liverpool. O birisi illərə baxanda. Amma Galatasarayın son 10 il ərzində Liverpool üstündə bir şeyi var. Qalibiyyəti çoxdur. 4-5 qalibiyyəti var. Məğlubiyyəti 3 dənədir, 2 dənədir belə. İnşallah bir gün də qələbə qazanaq. Çempionlar Liqasında bu il 2 xalını qazanar, 3 xalını. Keçək biz də oyun artıq başlayıb deyəcək 6-cı dəqiqədir. Görək necə olacaq oyun. Başlayaq bizə qardaşlar. Qoyma! Gəldi qoyma! Qaşan! Uzunca! Qaşan! O qoyma! Qaşan! Ağla! O vurmuşlar. Boş bıraktılar. Bu 2 dəqiqə Liverpool'u boş bırakmak olmaz 2 dəqiqə. Liverpool'u boş bırakmak olmaz 2 dəqiqə. Yəni Qaşan çıxdılar. Barış Alper. Barış ver Sazan. Qaşan çıxdı. Penal yoktu. Penaltı. Penaltı. 15. dəqiqə. Barış Alper'e kim elədi? Sopslaydı. Penaltı. Bakayım burada. Üzüne zərbə, üzülmə. Üzüne burasına, üzüne Sopslaydı. Sopslaydan zərbə var üzüne. Penaltı, qəşəng. Penal. Galatasaray formasıyla ilk Şampiyonlar Ligi maçı. Qəşəng. Kim vuracaq? Osimhen'di, kimdi? Vursun İlkay da. İlkay vursun da. Osimhen vuracaq. Osimhen. Vur bunu Osimhen. Vur bunu Osimhen. İnşallah vuracaqsa Osimhen. Penaltı kullanılacak. Osimhen. İşaret verildi. Osimhen. Geliyor. Osimhen 1-0. 16. dəqiqə. Osimhen. Galatasaray 1 Liverpool 0. Osimhen. Qəşəng belə. Liverpool atağa gəldi. Galatasaray qəşəng çıxdı. Uğurcan çıxartdı. Boş qapıya vurdu. Abdülkerim idi desən, yoxsa Jakobs'di. İkisindən biri boş qapıdan çıxartdı. Kontra atakda tutdular. Saboslay'ın səhvindən penaltı. Çünki Barış Alper'ə əli ilə belə zərbə vurmuşdu. Penaltı. Penaltı. Yəni mən düz deyirəm, hər şeyə həmişə fərqi yoxdur. Galatasaray, Fenerbahçe, Beşiktaş. Bu penaltı. Yəni olmasa deyəcəkdim ki, deyil. Təmiz penaltıdır. Və penalı Osimhen 1-0. Victor Osimhen 1-0. Qəşəng belə davam.
Kalemiz müthiş bir uğultu. Torreira Kaşa. taraftardan güç aldı. Topu Ver de daha oynamadı çok da. Sanchez yerde. Ver de pası da. Clement Türkmen. Ne kadar oynuyorsan geziştirdin axı. Koyma. Önünü açmak istedi. Kaşan Lemina. Ayağı uzadı adeta. Ay bırak. Bırakmayın da bu. İyi pas İlkay derin oynadı. Kaşan pas. Geldin. Barış. Aldı Barış Alper. karşısına. Kaşan pas. Oyna bırak. Oyunu demledik. Kaşan ala. Taraftara bak. Kulakları kar edi. Oyna. Lemina. Oyna bu. Kazanacaksın bunu oyna. Top kaybı Gravenberch. Kaşan Osimhen. Osimhen hareketlendi. Osimhen çevirdi. Lan ne oldu? İlkay Tələsmədi Osimhen-də. korner. Tələsmədi. 30-cu dəqiqə Galatasarayın ikinci gol şansı. İki de son hafta Aston Villa Offside yoxdur, heç nə yoxdur. Liverpool Osimhen prosu biraz tələsdi. Premier Lig şampiyonu 29-cu dəqiqə ikinci golu vura bilərdi Galatasaray. Yaxşı oynayır, həqiqətən də yaxşı oynayır. Prosu bu pozisyonda Liverpool tək qapı oynayır da. Yəni hücumda Liverpooldur. Galatasaray kontrayla çıxmağa çalışır. İlkay Gündoğan Şanslar da tapır. İlkay topun arxasında küncdən zərbə. İlkay. Bir dənə yaxşı zərbə, bir dənə yaxşı küncdə qaldı. Bir dənə qaldır. İlkay. İlkay bir dənə qaldır. Bir dənə qaldır, bir dənə vursunlar. Köşe vuruşunu kullandı İlkay. Aa. Ate kafayı vurdu. Yunus. Yunus. Ceza sahasına sekti top Kakpo'dan. Sanchez. O Sanchez, o. Qaşan Sanchez, qaşan. Qaşan. Qaşan 30 dəqiqə, 30 dəqiqə. Yapar bu vuruşları, sever bu vuruşları Sanchez. Qaşan. Denedi olmadı. Bir dənə var, bir dənə də vursalar var, əla olar. Bir dənə də vursalar əla olar. Galatasaray güclü klublara qarşı daha yaxşı oynayır. Nəinki özündən biraz zəif klublara qarşı. Hələ ki yaxşı oynayır, yaxşı müdafiə oynayır, amma Liverpooldur da. Liverpool çox yaxşı oynayır. Yəni Liverpoolun nə edəcəyi bilinmir. Yenə gəldi, çox təhlükəli gəlirlər Liverpool. Frimpong. Frimpong, bıraxma, Soboslay, bıraxma. Yaşa sıxın da preslə oynayın ki, yaxşı, rahat pas verə bilməsinlər. Kerkez oradan Cody Gakpo. Soboslay. Yaptı ortasını Soboslay. Van Dijk sekti. Bomboş pozisyon. Abdülkerim ikinci pozisyon. Aman dikkat. Oo! Oynayın da bunu çıxardı bu topu da. Elimizde büyük tehlike. Oy böyle benim kafaya girdi ya. Buna da oynayın da bir dikkatli oynayın da bir daha topu çıkarabilmez oradan. Başla mücadele savunmada. Kim çıkarttı oradan topu ya? Ya özleri vurdular çöle. Abdülkerim. Abdülkerim. Singo. Özü Abdülkerim Singo'ydu. Kim idi ya? Bilinmedi orada kim idi. Liverpool çok güçlü ya Liverpool'a. Cody Gakpo. Çıkardım bu topu da. Gakpo. Çıkar. Yaptı ortayı. Kaşan. Neyse ki Konate. Şimdi Konate çöle attı. Topu dışarı. Ay da bura rahat vurur ha. Rahat burası dəqiq vura bilmədi. Baxım ala. Konate necə rahat vurdu topa. Evet zaman zaman. Necə rahat vurdu ya. Burası Zafiyet çöle yaşıyorlar. attı ya. Son maçta da gördük. İki duran top golü yediler. Biri Qaşan bir şey qalmır. Birinci hissə belə qutanı. İkinci hissədə biraz rahat oynayıb. Bir dənə də vursalar. Vur can vur. etkililer. Vur qabağa. Atletico Madrid maçında gördük. Keza Lenormand'ın üzerinden golü atmıştı Van Dijk. Gitti. Singo. Kaleyi bulamadı. 45+3. Alisson. Gravenberch Torreira ayak koydu. Qaşan Osimhen. Osimhen geldi Osimhen. Yox deyirsən, saxla. Penal deyil o. Penal deyil o. Çalıyor. Penal deyil o. Serbest vuruş. Görsə də la. Baxaq ala epizoda. Ve sarı kart. Baxaq ala epizodu görsən. Gravenberch sarı kart. Yo çöldədir. Osimhen. Çöldədir. O bir dənə bunu vurun da nə ola birinci hissə qurtarmaq üçün vurun da. Bu taraftarın baskısı budur. Bu taraftar baskısı budur. Gör nə qədər vacibdir taraftar baskısı. Bir nokta. Kaleyi direkt cepheden gören Bir dənə bunu vura bilsən zərbə zabası. İlkay sən bunu vurarsan İlkay. İlkay sən bilirəm ki bunu vurarsan İlkay.
İlkay. Kim vuracak? İlkay vurar da başka kim vuracak? İlkay'dan başka. İlkay topun başında. Gravenberch sarı kart. Çok önemli bir an. İlk yarıda son saniyeler. Soyunma odasına 2 Vuracak sana bunu. Gidersek inanılmaz olur. İsmail Yakup sen vuransan İsmail Yakup sen oradaysın. Yok İsmail değil. Osimhen. Bakalım kim kullanacak serbest Osimhen yoktu orada. İlkay. İlkay vur. Sen bana İlkay sana da başkasına verme İlkay. Başkası hiç kim vuramaz. Abdülkerim senden attırırsan orada. Kesip bu tarafa. Ver İlkay'a. 45+5. Keçən əvvəl kim eləmədi ki, oyundakı kimi, Frankfurt oyundakı kimi Barış Alper yatmışdı vurduğu, vurdu kosmosa. Haydi bir gol daha. Ya bir tane birinci size kurtarmak şuradan vursaydı. İlkay bıraktı. Abdülkerim barajdan sekti ikinci kez sonrasında. Topu Hardan görsədir, arxadan görsədir, bu görsət bunlar da, bu necə vurmaqdır, İlkay vur da bunun üstündə. Vurmun İlkay da. barajda kaldı top. Ay bila. Bir kontrol. Yoxdur heç nə burada, baxaq da görə nə var burada, baxaq da. Dedi Türkman. Ve şimdi ilk yarı bitti diyor. Clement Yoxdur Türkman. burada heç nə. Ha, bunu əvvəl başda adam kimi oynayıb, vurun da bəlkə vursaydı özü gedərdi qapıya. Buna adam kimi də. Birinci hissə qutardı dostlar. Birinci hissə Galatasaray 1 Liverpool 0. Yaxşı müdafiə oldu Galatasaray. Liverpool-dakı bildiyimiz Liverpooldur. Bütün məncə belə götürəndə 30 ilə baxanda ən yaxşı Liverpooldur bu. 2025 Liverpool, 2024-2025. Buna baxmayaraq Galatasaray yaxşı müdafiə oldu. Liverpool yaxşı gəldi. Əlbəttə ki, daha təhlükəli gəldi. Epizodları belə də çox dördü zərbələri, amma topuna çox oynayırdı. Galatasaray penalından Osimhen'in penalına 1-0 öne keçdi. Şansı da oldu vurmaya. Cərimə zərbəsini yaxşı da istifadə edə bilərdilər. Gol da ola bilərdi, eləyə bilmədilər. Birinci hissə 1-0 qutardı. İkinci hissədə inşallah görə oyun necə gələcək. İnşallah Galatasaray qələbə qazanar. Daha da yaxşı müdafiə olar. Yaxşı oynarlar həqiqətən birinci hissəni. Yaxşı müdafiə oldular. Baxmayaraq ki, ligdə keçən həftə çox pis oynadılar. Bu oyun yaxşı oynadı. Yəni deyilmişik Liverpool, Galatasaray güclü rəqiblərinə qarşı daha yaxşı oynayır. İnşallah ikinci hissədə bir dənə də gol vursalar, məncə oyun biraz daha dəyişə bilər. Amma 1-0 çox təhlükəlidir. Liverpool hər dəqiqə bir gol vura bilər, önə də keçə bilər. İkinci hissədə görüşərik dostlar. Mücadelesi geldi oraya topu aldı Gravenberch. Frimpong ayak koyan Jakobs. Gravenberch. Jones bekledi. Osimhen, qaşın Osimhen, ver pası. Osimhen. Saxla. Kaldı. Osimhen. Osimhen ver pası da, Osimhen ver de pası da. Osimhen ver pası da sağa da Barış'a da, Yunus'a da. Vay be, verseydi təhlükəydi, gol da ola bilərdi, vermədi pası bura baxayım. Sanchez. Böyle 12. hissənin əvvəlidir, ikinci hissənin 49 dəqiqəsidir. Vermədi topu bura baxın, Osimhen gecikdirdi, topu gecikdirmədi, ay Osimhen. Demedi araya girdi. Topu Zədələndi. Baxayım, görə burada nə var? kaldı Osimhen. Topa vura bilmədi, nə o topa vura bildi, nə bu topa vura bildi. Yo, vurdu şey. O da yerde kaldı. 17 nömrə kimidir, o topa vurdu. Bu da heç nə yoxdur burada. Top pozisyonu. Ver də, gecikdirmə də, ver pası da. At Yunus'a da, Yunus qalıb orada, at, bəlkə vuracaq, at da sən də. Clement Türkman. Bir dənə də epizodu heç də boşa verdilər, bir dənə də epizodu boşa verdilər. Bu digər kimi klublara qarşı epizod, yəni fürsətin olsa, şansın olsa, pozisyonun olsa, sən bunu istifadə eləməlisən. Bunu istifadə eləməlisən. Çünki istifadə eləmədin, belə kluba gələcəklə vuracaqlar, çox təhlükəli oyuncuları var. Ona görə istifadə eləmək lazımdır. İyi bir reaksiyon. Heç də bir dənə də epizodu, bir dənə də pozisyonu yedilər heç də. Buna və kim yedi? Osimhen. Frimpong. Konate. Osimhen'den baskı geldi Osimhen. Osimhen! Osimhen vurmalısan bunu. Osimhen. Osimhen. Osimhen, sən bunu necə vura bilmirsən? Ay Osimhen, Osimhen, tələsmə də Osimhen. Çok önemli. Tələsmə Osimhen. Kendisinin ve Tələsmə də Osimhen də sən bunu təkbətəkə necə vura bilmirsən? Ay Osimhen, sən bunu vara keçitməliydin o Alisson'dan bir yerdə topu qapıya.
Bura baxa, bura baxa. Tələsmədə Osimhen. Sağlık görevi. Bu episodlar adamın əli hər dəfə düşmür. Ay Osimhen. Topu kazandı. Burada. Karşı karşıya kaldı. Ama Aa, geçemedi. burunda bularda, burunda bularda. Burada bularda. Özün yaratdığın episoddur, özün yaratdığın təhlükədir. Burada bunu da. Burada bunu da. Biraz sekiyor. Liverpool'a karşı vurmalısan bunları. Etkiledi. Yok. Oyunu vuracaksın, yok. Oyunu vuracaksın, tutacaksınız bunları kontrolde, səhv eləyəndə tutacaksınız. Tedavi Hey! Yedekler arasında Mamardashvili var. Liverpool'da. Şimdi Ekitike baskı geldi Sanchez'den. Ondan Osimhen top aldı Barış Alper. Barış Alper Yılmaz ceza sahasına sokuldu. Barış Alper Vur! Yılmaz. Osimhen ceza sahası içi. Sanchez sekti top Torreira. Ay bilanet itirdiler topu orada. Yine Torreira. Kışa- Torreira orta Bu, Sanchez. aa ne oldu bu aga? Bunu da vur. Sakatlık geçiriyor. Ya bura bilmədilər, bu episodlar necə istifadə edə bilmirlər, bura baxın. Bunun şansı var, eləməsi vuracaqlar, vallahi vuracaqlar, billah vuracaqlar. Muhammed Ya bunlar əlimizə düşüb, İshak. tələsməyin biraz da. Araya girdik. Billah. Top kaybı. Ekitike. Ay sən, qasa tələsməyin də, tələsməyin də. Yerde Türpan düdüğünü çaldı. Bizdə. Bugün birçok kez yerde kaldı. Sakatlıktan yeni çıktı. Osimhen nə qədər şeyləri istifadə edə bilmədi. Osimhen nə qədər pozisyonları, nə qədər epizodları boşa verdi ya. Victor Osimhen. Nə qədər pozisyonları boşa verdi. Burada da topu saxlaya bilmədi, bura Her baxın. şeyini veriyor. Conor Bradley. Soboslai orta. Sekti top. Lemina yükseldi kafayı vurdu. McAllister. Soboslai. Kurtarın da ne olur, kurtarın da bu oyunda, kurtarın bu oyunu da. Kurtarın bu oyunu da. Kurtarın bu oyunu da. 8 dəqiqədir, kurtarın bu oyunu. Qəşəng pas. Verdim. Qəşəng pas. Gəldi Sara. Gabriel Sara. Sara Yerde. saxla. Sakatlık yaşıyor Sara. Kurtardı oyun. Bitti. Çıxa bilmədi Ali Samiyan cəhənnəmindən. Çıxa bilmədi. 1-0. Galatasaray 1. Liverpool 0. 1-0. Galatasaray dostlar, oyun bitti. Galatasaray 1-0 kazandı. Güclü Liverpool karşısında. Demək olar ki, bu dəqiqə dünyanın ən güclü klublarından biri Liverpool. Barcelona, Man City, Real Madrid, Arsenal, Paris Saint-Germain, onlardan biri de Liverpool. Onlardan da bəlkə güclüdür bu dəqiqə Liverpool. Galatasaray Osimhen'in penaltısına 1-0 kazandı. Çok yaxşı da oynadı, qəşəng müdafiə də oldu. Liverpool da ki, bilirsən hamı Liverpooldur. Çox belə dəqiq epizodlar, pozisyonlar vermədi Liverpoola və 1-0 kazandı. 3 xalı kazandı. Server Liqasında ilk 3 xalına baxmayaraq ki, ilk oyunda Eintracht Frankfurt 1-0 danışa da bilmirəm ki, 1-0 məğlub olmuşdu. 1-0 kazandı. Əli oldu, epizodları da oldu, vura bilmədi, istifadə eləyə bilmədilər Osimhen'dən falan. Ama yine de kazandı. Tebrik ederim bütün Galatasaraylıları. Özümü de tebrik ederim. Bu videomuz kurtardı dostlar burada. İnşallah kim istese kanalıma abone olar, videolarımı beğenir, şərh yazar. Kim istəməsə də canı sağ olsa, xoşu gəlsə əgər videolarımdan, çəkdiyim videolardan kanalıma dəstək olar, kömək olar ki, abunəm artsın, baxış sayım, video bəyənlərim artsın inşallah. İstəməyəm də ki, yenə deyəm, canı sağ olsun. Allah sizi qorusun, sağ olun. Görüşərik dostlar, sağ olun.